Bu il fevralın 28'ində Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı birgə həyata keçirməyə başladığı Epik Qəzəb adlı əməliyyatda Təl-Əviv və Vaşinqtonun tam koordinasiyalı əməkdaşlığı müşahidə olunurdu. Lakin hazırda Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən müharibənin mənzərəsi fərqlidir. Diqqəti çəkən əsas məqam budur ki, bu dəfə İsrail birinci mərhələdən fərqli olaraq döyüş meydanından kənarda qalıb. Bu, bir çoxlarının cavab axtardığı maraqlı və müəmmalı məsələdir. Yayılan xəbər və təhlillər göstərir ki, İsrailin kənarda qalması yalnız onun öz seçimi olmayıb. İsrail mediasının məlumatına görə Təl-Əviv açıq şəkildə Vaşinqtondan ABŞ-nin İrana qarşı hava əməliyyatlarına qoşulmaq üçün icazə istəyib. Lakin Donald Trump administrasiyası bu istəyi qəbul etməyib. İsrailin Kan telekanalı daha da irəli gedərək iddia edib ki, Trump şəxsən İsrailə göstəriş verib ki, İran İsraili hədəfə almadığı müddətcə Tehrana qarşı heç bir hərbi əməliyyata qoşulmasın. Axios portalının məlumatına görə Trump Netanyahu ilə telefon danışığında ondan diplomatiyaya şans saxlamasını və hərbi cavab verməkdə tələsməməsini istəyib. Dünən isə həmin portal ABŞ prezidentinin belə bir ekskluziv açıqlamasını yayıb. Stat: "Əgər mən xahiş etsəm, İsrail 2 dəqiqəyə müharibəyə qoşular. Lakin bizim İrana qarşı yeni əməliyyat üçün heç kimə ehtiyacımız yoxdur." Statın sonu. Bu durum Təl-Əvivin müharibəyə maraq göstərməməsini deyil, Vaşinqtonun ona tətbiq etdiyi məhdudiyyəti göstərir. Görünür, məqsəd qarşıdurmanın nəzarətdən çıxmasının qarşısını almaq və danışıqlar masasına qayıtmaq imkanını qorumaqdır. Lakin bu vəziyyət yalnız Vaşinqtonun qərarı ilə bağlı deyil. İsrailin müharibəyə qoşulmamaq üçün öz daxili səbəbləri də var. İsrail ordusu eyni vaxtda Livan, Yordan çayının qərb sahili və Qəzza zolağında yeni əməliyyatlara hazırlıq kimi bir neçə yorucu cəbhədə fəaliyyət göstərir. Belə şəraitdə İranın dərinliklərində yerləşən hədəflərə qarşı uzaq mənzilli əməliyyatların həyata keçirilməsi ciddi logistika xərcləri tələb edir. Və bunun əsaslandırılması əvvəlki qədər asan deyil. Daxili siyasi amil də mühüm rol oynayır. İsrail parlamentinə seçkilər 27 oktyabr 2026-cı il tarixinə təyin olunub və Benyamin Netanyahu namizədliyini rəsmən irəli sürüb. İctimai rəy sorğuları göstərir ki, onun rəhbərlik etdiyi Likud partiyası artıq əvvəlki üstünlüyünü qoruyub saxlaya bilmir və general Qazi Ayzenkotun rəhbərlik etdiyi Yaşar partiyası ilə aradakı fərq xeyli azalıb. Belə bir şəraitdə nəticəsi qeyri-müəyyən olan bahalı müharibəyə qoşulmaq Netanyahu üçün ciddi siyasi risk yarada bilər. Əvəzində hazır vəziyyətdə gözləyən müşahidəçi rolunda qalmaq ona yeni müharibənin birbaşa xərclərini çəkmədən öz təhlükəsizlik siyasətini seçicilərə təqdim etmə imkanı verir. Qarşıdurmanın iqtisadi tərəfi də az əhəmiyyətli deyil. Münaqişənin yeni mərhələsi birinci mərhələdən fərqli olaraq İranın nüvə proqramı ətrafında deyil, əsasən Hörmüz boğazına nəzarət uğrunda gedir. Məlumdur ki, dünyanın enerji daşımalarının böyük hissəsi məhz bu boğazdan keçir və burada təhlükəsizliyin pisləşməsi neft qiymətlərinin artmasına səbəb olub və region ölkələrinin, o cümlədən İsrailin iqtisadiyyatına əlavə təzyiq göstərib. Körfəz ölkələri də açıq şəkildə gərginliyin azaldılmasını istəyirlər. Çünki gəmiçiliyin təhlükəsizliyi onların iqtisadiyyatı üçün həyati önəm daşıyır. Belə şəraitdə İsrail üçün həmin ölkələrlə münasibətləri qorumaq strateji əhəmiyyət kəsb edir və yeni müharibəyə birbaşa qoşulmaq bu münasibətləri risk altına sala bilər. Əlbəttə, İsrailin döyüşlərdə birbaşa iştirak etməməsi heç də onun tamamilə bitərəf qalması demək deyil. İran hər dəfə birbaşa İsraili hədəfə aldıqda Təl-Əviv dərhal cavab zərbələri endirib. Lakin hazırda müşahidə olunan vəziyyət müvəqqəti əmək bölgüsünü xatırladır. ABŞ əsas hərbi yükü daşıyır. İsrail isə hazır vəziyyətdə qalaraq ya müharibəyə qoşulmalı olacağı anı gözləyir, ya da diplomatiya və iqtisadi təzyiq vasitəsi ilə əsas strateji məqsədinə nail olmağa, İranın nüvə silahına sahib olmasının qarşısını almağa çalışır. Bu strategiya qısa müddətli perspektivdə gərginliyin müəyyən qədər azalmasına kömək etsə də, mahiyyət etibarilə dayanıqlı deyil. Əgər hazırki qarşıdurma uzun sürərsə, İsrail daxilində hərbi müdaxilə tələbləri güclənə bilər. Nəticə etibarilə demək olar ki, bu qarşıdurmanın taleyi yalnız Hörmüz boğazındakı döyüş meydanından asılı deyil. Eyni zamanda İsrailə keçiriləcək parlament seçkilərinin nəticələri və ötən ay imzalanmış, lakin iyul ayında pozulmuş diplomatik razılaşmanın gələcək taleyi ilə də sıx bağlıdır.
Bütövlükdə İsrailin müharibənin yeni mərhələsində birbaşa iştirak etməməsini geri çəkilmə kimi deyil, münaqişənin koalisiya şəklində idarə edilməsinin yeni modeli kimi qiymətləndirmək olar. Vaşinqton Təl-Əvivi təmkinli davranmağa məcbur etməklə həm müharibənin coğrafi baxımdan genişlənməsinin qarşısını almağa, həm də Tehranla danışıqlar aparmaq imkanını qorumağa çalışır. Öz növbəsində İsrail qeyri-bərabər əmək bölgüsündən faydalanır. Amerika Birləşmiş Ştatları İranın qarşısının alınmasının əməliyyat xərclərini öz üzərinə götürür. Benyamin Netanyahu isə itkilərə məruz qalmadan, hərbi tükənmə və seçki riski ilə üzləşmədən çəkindiricilik potensialını qoruyub saxlayır. Bununla belə hazırki tarazlıq Hörmüz boğazına nəzarətin təmin edilməsindən, koalisiyanın birliyindən və İranın İsrailə birbaşa hücum etməməsindən asılıdır. Yəni struktur baxımından heç də sabit tarazlıq deyil.